Salam uşaqlar, hər vaxt xeyir olsun. 4 bucaqlılar bölməsi izahını verəcəm. İlk sualdan başlayaq. Daxili bucaqların cəmi 1440 olan qabarı tipli tərəflərin sayını istəyir. Tərəflərin sayını tapmaq üçün bax 180 vurulsun n-2-dir. Daxili bucaqların cəmi düsturur. 1440-a bərabər edirsiniz. Bunu buna bölürsünüz. 8 dəfə düşür də, bəli, elədir 8 dəfə düşür. n-2 bərabərdir 8-ə, n də bərabərdir 10-a. Demək C variantı. Perimetri 30 cm düzgün 6 bucaqlının. 6 bucaqlının perimetri 6A'ya bərabərdir. 6A bərabərdir 30'a, A bərabərdir 5'ə. Və biz demişik ki, böyük diagonal tərəfin 2 qatıdır. Bunu video izahında demişəm sizə. A'mız 5 isə, demək tərəfimiz isə olacaq, diagonalımız isə olacaq 10. Diagonalımız isə olacaq, böyük diagonalımız 10. Kiçik diagonalımız da A kökdə 3'ə bərabərdir. A kökdə 3 olur kiçik diagonalımızda. Böyük diagonal 4 ise, deməli 6 bucaqlının tərəfi nəymiş? 2 imiş, yarısına bərabər olur. Perimetrdə 6 vur 2, cavabımız olacaq 12. Bir təpəsindən çıxan diagonalların sayı 17'dir. Biz bilirik ki, bir təpədən çıxan diagonalların sayı n-3 düsturu ilə hesab olunur. Bunu 17'ye bərabərsən, n bərabərdir 20'ye. Daxili bucağını tapın deyir. 20 bucaqlının daxili bucağını tapmaq üçün 360'ı bölürük. 360 bölünsün n düsturundan. 360'ı bölürük 20'ye. Eləyir 18. Bir xarici bucağı. 360'ı böləndə xarici bucağını tapmış oluruq. Xarici bucaq olur 18 dərəcə. Xarici bucaq 18 isə 100 deməli 162 olur daxili bucağı. Çünki bir daxili bucaqla bir xarici bucağın cəmi nə qədər verir? 180 dərəcə. Bir daxili bu da onun insi oldu. 360'ı bölürsünüz 12'ye. Alırsınız 30. Xarici bucaqdırsa deməli 150 də nə olacaq? Daxili bucağı cavab A variantı. Eyni bir çevrəyin xarici kimi düzgün 6 bucaqlının 70 tərəfləri uzunluqları. Deməli bu ki, fikir verin. Çevrə özü sonsuz çox bucaqlıdan əmələ gəlmiş bir figurdur. Çevrə. Nə qədər tərəflərin sayı böyüksə, daha doğrusu mesela 7 bucaqlı, daha doğrusu nə qədər bucaqların sayı çox olsa, o qədər tərəfi kiçilməyə doğru gedir. Yəni az olanın bucağı az olur, çox olanın bucağı çox olur deyə düşünürəm. Bizim tərəflərini demir mi? 7 bucaqlı, 8 bucaqlı, 6, 7, 8. Ay sağ ol. 6 bucaqlının tərəfi daha böyük olacaq. 6 bucaqlının tərəfi daha böyük olur. 7 bucaqlının tərəfi daha az olur. 8 bucaqlı tamam az olur. Yəni A8, A7, A6 cavab D variantı olmuş olacaq. 13-cü sualda 5 bucaqlısının 4 daxili bucağının dərəcə ölçüsü vermişdir. Bax 5 dənə daxili bucağı. Biz bilirik ki, 5 bucaqlının daxili bucaqlarının cəmini tapmaq üçün 180 vursun n-2-dən n-in yerinə 5 qoyuruq. Eləyir 5'dən çıxanda 3, buna da vuranda 540 dərəcə. Toplayaq 110'u verib, 130'u verib, 150 verib və 90 verib. 4'ünü toplayırıq. Ay uşaqlar. Deməli 110, 240, 390, 480 oldu. 480 üstdən nə gəlsək 540 verər. 60 gəlsək 15. Simetri oxlarının sayı qabarıq tipli diagonal sayının neçə faizdir? Hə, düzgün simetri oxlarının sayı. 8 bucaqlının, əvvəlcə 8 bucaqlının diagonalların sayını tapaq. N vurulsun n minus deməli 3 bölünsün 2'ye. 8 vurulsun 5 bölünsün 2 bərabərdir 40 20'ye. 8 bucaqlının daxili bucaqları diagonalların sayını tapdıq. Onun üçün simetri oxlarının sayı. Sayı ise faizidir. Simetri oxu. 12 bucaqlının diagonal simetri oxlarının sayı tapmaq üçün desə belə bir ipucu verim ki, yəni bundan sonra belə saxlayın. Düzgün sözü varsa bir şeydə, yəni düzgün çox bucaqlıdan söhbət gedirsə, tərəflərinin sayı qədər simetriya oxlarının sayı olur. Məsələn, düzgün 3 bucağının 3 dənə, düzgün 4 bucağının kvadratın 4 dənə, düzgün 5 bucağının 5 dənə və düzgün 12 bucağının da 12 dənə. Deməli, 12 dənə də simetriya oxu var 12 bucağının. 12'ni 20 neçə faizi? 12'ni 20'ye bölüb 100'e vuranda cavab olacaq 60 faizi. Sonra 16 sordu. Buna bakalım bizə. Şəkildə bir tərəfləri ortaq olan düzgün 5 bucaqlı və düzgün sual vermişdir. X plus Y. Tamam. Əslində bu çətin sual deyil. Qəçəkli deyil. 6 bucaqlıdırsa, deməli 360'ı 6'ya bölürük. Bir xarici bucağı olur 60 dərəcə. Ona daxili bucağı 120 dərəcə. X'imiz olur 120. 5 bucaqlıda isə
360'ı bölürük 5'ə, 72, 108 olur. Deməli, z-imiz olur 108. Oldu mu 108? Uşaqlar, tam bucaq 360 dərəcədən ibarət olduğuna görə y-in içəridə qalan bucaqlarını toplayaq. 360-dan çıxacaq. Yəni 120 ilə 108-i toplayırıq. Bu eləyir 228. 228 oldusa 360'dan 228 çıxıb y-i tapacağıq. 2, 3, 1. 132 oldu y-imiz. Biz nə deyir? X-lə y-i toplayaq görə nə verəcək? 120 ilə 132-ni toplayırıq. Eləcək 252 çıxaq. 108-i çıxaq. 12-dən 8 çıxan son 4-dən qutaran bir ədəd olmalı. 144 olacaq da. 4, 144 cavab C variantı olmuş oldu. Düzgün 5 bucağlının bir təpəsindən çıxan iki diaqonal arasındakı bucağı tap. Bu qəşəng sualdır. Bax, fərz edək ki, 5 bucağımız bizim budur. Bir təpəsindən çıxan iki diaqonal. Biri bu olsun, bir də bu olsun. Bir daxili bucağı 108 dərəcədə. Bunu əzbərləmək lazımdır. 108 dərəcə bir daxili bucağı da aşağılar. İki diaqonallar arasındakı bucağı tapın deyir. İki diaqonalı. Müəllim, o da bu da 108-dir. Deyirəm, hə. Onda bunlar hər bir bərabər yanlıdır axı bunlar. 36, 36. Burada 36, burada 36 olur. Axı cəmi nə qədər olmalıdır bir daxili bucağı? 108 olmalı deyil. 36 ilə 36'nın cəmi 72. Bir dənə də 36 olmalıdır ki 108 olsun. Cavab E variantı olmuş olacaq. Sonra onun bütün diaqonal uzunluğu cəmini istəyib. Uşaqlar, düzgün altı bucağının böyük 18-də baxaq. Bax, 18-i izah edirəm. Böyük diaqonal, D böyük diaqonal 4'dür. Onun bütün diaqonalların sayı neçə altı bucaqlıdır? Mən əvvəlcə altı bucaqların diaqonalların sayını eləyə tapaq görün neçə dənədir. Bax, n vurulsun n-3 böl 2 düsturundan 9 dənə diaqonalı var. Bu 9 diaqonalın neçəsi, bax, neçəsi, bax, çəkə göstərək. Bax, biri böyük, bir böyük, 2 böyük, 3 dənəsi böyükdür. 3 dənəsi böyük diaqonaldır. 6 dənəsi kiçik diaqonaldır. Əvvəlcə, deməli, böyük diaqonal 4 isə 4'ü vururuq, 3'ü vururuq 4'ə. 12 eləyir böyük diaqonalların cəmi. Müəllim, bəs kiçik diaqonal nəyə bərabərdir? Uşaqlar, kiçik diaqonal, bax, böyük diaqonal 4 isə, deməli, tərəfimiz bunun yarısı 2 olacaq. Düzdür? Düzdür. Kiçik diaqonal isə tərəfdən kökdə 3 dəfə böyük olur, yəni 2 kökdə 3 olacaq. Bir kiçik diaqonalımız 2 kökdə 3 olacaq. 6 dənə olduğuna görə, bax, qalanları hamısı kiçiklərdir. 6'nı vururuq 2 kökdə 3'ə, 12 kökdə 3 də bu olacaq. Cavab olacaq, cəmi istəmir. Bununla bunun cəmini tapırsınız. 12'ni çölə çıxardıb yazacaqsınız. Cavab C variantı, C. 19'da daxili bucaq ən çox neçə iti bucaqdır? Qabarıq 15 bucaqlının daxili bucaqlarından ən çoxu neçəsi iti bucaqdır? O, qəşəngdir. Neçəsi iti bucaqdır? Qəşəng. Əvvəlcə biz bunu araşdırma aparaq. Bu sola dəyişiblər ha. Bu yeni sualdır. Deməli 180'i vururuq n-2 ilə biz tapmalıyıq ki neçə dənə şey vardı. 15 bucaqların daxili bucaqların cəmini tapaq. 180 vurursun 13'ə. Deməli biz səhv eləməmək üçün kalkülatordan istifadə edeyim. Deməli 180'i vururam 13'ə 2340 edir. Daxili bucaqlardan ən çox neçəsi? Əvvəlcə biz belə eləsək ki, məsələn, bax sizə bir nümunə çəkirəm. Əgər düzgün daxili bucaqlı olsa, bir xarici bucağı 24 dərəcədir. Ən son neçə bucaqdır? Onda bir daxili bucaq olacaq 156 dərəcə. Bir daxili bucaq düzgün olsa, ha, düzgündən söhbət etsə, ha. Amma bu düzgün deyildi, əlbəttə ki. Biz bunu bilirik ki, deməli 15 bucaqlıdır və 2340 olmalıdır. Ha, gəl baxaq görək neçə iti bucaq ola bilər. Deməli biz bunu 2340'ı biz sadə bir arayla gedə bilərikmi? İnanmıram gedək. Deməli 15 bucaqlıdırsa bir dəqiqə mən bunu həll edeyim bir dənə. Deməli bu sualda mən sizə bunu belə deyim. Deməli biz 15 bucaqlıdan danışırıqsa və biz bir şey nəzərə almalıyıq. Daxili bucaqlar 2340'dır və biz bilirik ki, istənilən çox bucaqlının xarici bucaqlarının cəmi 360'dır. Əsas məsələ buradadır. Xarici bucaqların cəmi 360'dırsa, fərz edək iti bucaqlar demir. Biz məsələn deyirəm, biz 40 dərəcə ötürsək, məsələn 4 dənə 40 dərəcə ötürürəm, hə? Daxili bucaqların 4'ünü 40 dərəcə ötürürəm.
İti bucağı götürürüm. Onda bu xarici bucaq 140, 140. Bu da 140, bu da 140. 360 keçmədi. Keçdiyimə 40 dərəcə ola bilməz. 40 ola bilməzsə 50 də olmayacaq. Çünki 50 də qoyanda 130, 130, yəni 4 dənə olmayacaqdır. 4 dənə iti bucağın cəmi, yəni daha doğrusu 4 dənə iti bucağın xarici bucağı həmişə 360 keçəcək. Müəllim, istənilən bəli, istənilən də. Onda biz 4 dənə qoya bilirik, 4 dənə yuxarı ümumiyyətlə qoya bilmərik. 5 dənə iti bucaq ümumiyyətlə alınmaz. 4 dənə də alınmaz. Niyə? Dedim də sizə 4 dənə məsələn 80 qoysam, 80-in qoyuncusu 100 olur. 4 dənə 100 xarici bucağın cəmi 400 olur. 360-ı keçir. Ona görə maksimum 3 dənə ola bilər. Maksimum 3 dənə məsələn deyirəm 3 dənə olsa nə qədər olacaq? Məsələn 88 dərəcə deyirəm məsələn. 88, 88, 88 deyirəm. Maksimumu ötürürüm deyirəm. 88, 89-da. Bunların da xarici bucaqları olacaq nə qədərə? 100, yox 102 yox. 92, 92, 92. Fikir verin ha. Üçünün cəmi oldu 92, 92, 92. Yəni 276. 270-dən yuxarı elədi də. Cəmi 360 olmalıdır. 270-dən yuxarı. Orada axırıncı bucaq qaldı ki, o da başqa bir şey ola bilər də. İndi orada deməli kör bucaq olmalı ki, daxili bucaq. Kör bucaq olmalı ki, daxili bucaq. Xarici bucaq iti bucaq olsun ki və bunun üstə də gələndə onu 360-a bərabər eləsin. Yəni bilmirəm fikrim nə qədər başa düşdünüz. Maksimum 3 dənə ola biləcək ki, xarici bucaqların cəmi 360 şərti ödənsin. Hər bir 20-ci sual, hər bir xarici bucağı 30 dərəcə olan düzgün çox bucağının bir təpəsindən çıxan diaqonal arası hər bir xarici bucağı 360-ı bölürsünüz 30-a. Tapırsınız ki 12 bucaqlıymış bu. Bu 12 bucaqlının bir təpəsindən çıxan diaqonalların sayını istəyir. Müəllim, n çıxsın 3 üstürdə 9 dənə. 23-də daxil bucağı xarici bucağından 5 dəfə böyük. Biri x-də, biri 5x-dir. Xarici bucaqla daxil bucaqların cəmi 180 dərəcədir. Bu x olur 30. Biri 30-dur. Bir də 150-dir. Bizdən xarici bucağı tapdıqsa bəsdir. Xarici 360 bölürük xarici bucaqlara. Cavab 12. 25. Qabarıq 5 bucaqlının daxil bucaqların ikisi düz. Qalanlar isə 2. Aha. Qabarıq 5 bucaqlının daxili bucaqlarının cəmi 540 dərəcədir. Uşaqlar 180 vursun emimiz 2 üstü ilə gəlirik. Düzdürmü? Düzdür. Burada da ikisinin düz bucaq verib 90, üstə 90. Tamam mı? Müəllim, elə 540-dan bu ikisinin cəmini çıxaram. Yerdə 360 dərəcə qalır, qalmır 360 dərəcə qalır. Bu 360 dərəcədə hansı nisbətlə bölünüb? 2, 3, 4 nisbətdir. Yəni 9k bərabərdir 360-a, k bərabərdir 40 dərəcə olmuş olacaq. Ən daxili bucaqdır. Bax, k-nı 40 tapdıq. 2 böl 3 böl 4 nisbətində olmayıb. 2-ni 4-ə vuracaq 80, 120, 160. Ən kiçisini soruşuruz 80 dərəcə olmuş olacaq. 27-də diaqonalların sayı 20. N vurulsun n-3 bölsün 2 bərabərdir 20. Əslində bu 8 bucaqlıdır. Yəni mən çox işlədiyim üçün bilirəm siz, amma belə həll etməlisiniz. N kvadratı çıx 3n minus 40 və bunu buna vurub atıram bu tərəfə bərabərdir 0-a. Cəmi 3 hasili 8 və mənfi 5'dir. Mənfi 5 tərəf olanlar 8 dənə. Doğru getdi. İndi bizə deyir ki, bir təpəsindən çıxan diaqonalların sayı n-3 düsturu ilə olur. O da 5 dənə. 8-dən 3 çıxanda 5 dənə. 6 bucaqlının 29-cu sualda 6 bucaqlının daxili bucaqlarının ədəd sistemini gətirir. Aha. Və ən kiçik bucağı 70'dir. Qəşəng. Böyük bucağın dərəcə ölçüsünü tapın. Bu da qəşəngdir. Ədəd sistemini gətirir. Tamam. Deməli A1, A2, A3, A4, A5, A6. A1'imiz 70'dir. O birisi də nə bilim 70 plus 2x, 70 plus 2x, 70 plus 3x axır. Ədəd sistemi də həmişə eyni qədər artır. Bunu keçənlər biləcək. Yəni 11 sıfırda daha yaxşı biləcək bunu. Böyük bucağın dərəcə ölçüsü var. Axırıncısı var. Birincisi budur. 2, 3, 4, 70 plus 4x. Axırıncı olacaq 70 plus 5x. Belə deyim də mən sizə. Deməli uşaqlar. Nə edirik? 6 bucaqlının daxili bucaqlarının cəmini tapırıq. 180 vurulsun. N çıx 2 düsturu ilə 4-ə 720 verir uşaqlar. 720 dərəcədir. Müəllim, gəl elə belə tapaq da. Neçə dənə 70'imiz var? Hərəsindən azı 70'imiz var da. 6, 7'nin 420 dərəcə eləyir 70'lərin cəmi. Üzərinə gəl x-lərin cəmi 1x, 3, 6, 10, 15x bərabərdir 720'yə. 15x bərabərdir 720'ni 420'yə bölürük. Və üzüm çıxırıq. 300 x bərabərdir 20 dərəcə. X 20 dərəcəni tapdıqsa
en böyüsünü demeyir. 70 üzerine 5x. 70 üzerine 100. 520 oranında. Bu 170 derece olmuş olacak. 31. 6 bucağının içinde şey var. 9 diagonalı var. Bir de D variantı. Düstürabilirsiniz de. 8 bucağının 20 dənə var cavabda 2A. 10 bucağının 10 vur 7 bölü 2 35 dənə. Cavab B variantı bu kadar sadə. Bunu sən sol gülüm. Hadi burada qutaracaq. 33. Daxil bucaqların cəmi düzgün 5 bucağının bax 1. Düzgün 5 bucağının 180 vursun 3 540 eləyir. Daxil bucaqların cəmi 900'də 540. Bir də B variantı. Əvvəlcə daxil bucaqlarını tapaq. 6 bucaqda 720 verir. D variantı. 7 bucaqda isə D variantı. 7 bucaqda isə 180 vursun 5 900 eləyir. A variantı. Gəldi. A, B, D getdi. Qaldı C. C nədir? Daxil bucaqlarında 1080 eləyən yoxdur. Yoxdur. Bir də nə deyir? Xarici bucağı daxil bucağından 2 dəfə kiçikdir. Xarici bucağı daxil bucağından 2 dəfə kiçikdir. 2'də. 2'yi. 6 bucağının daxili xarici bucağı 60'dır. Daxil bucağı isə 120 dərəcədə 2 dəfə kiçikdir. Gördünüz nə qəşəng? 35'də. 35'i deyə belə düzgün en bucaqlı 3-cü cədvəldən zəmin tapın. Bir xarici bucağı 30 dərəcədir. Müəllim, bir xarici bucağı 30 dərəcədirsə, bunu bölərik, taparıq 12, tərəflərin sayı. Bir təpədən çıxan diaqonalların sayı 9, 12'dən 3 çıxan nə qalır? 9 olmur mu? Olur. Diaqonalların sayı da P ilə hesablanır. P də bərabərdir. N vurulsun, N minus 3 bölünsün 2 üstü ilə. 12 vur 9, 50 bölü 2, 54 dənədir. Sonra getdik. Bir xarici bucağı 60, bunları tapdıq. İndi getdik o birisləri. Bir xarici bucağı 60 olsa, 360'ı bölürük 60'a, 6 olur. Deməli 3 dənə K'mız olacaq 3. Müəllim bir təpədən çıxan M-3 olmur. Altdan 3 çıxanda 3. Diaqonalların sayı da 9 dənə də düstürə bilirsiniz. Bunların cəmini istəyir. Düzdür. Hamısı toplayı içində 18, 21, 75 olur da. 75. Hamısının cəmi 75 olur. 37'də baxaq da bunu bitirək. Kiçik diaqonalı 12 köşdə 3 olan bizə düzgün 6 bucaqlısının kiçik diaqonalı D kiçik 12 köşdə 3 isə uşaqlar. Tərəfimiz 12 imiş deməli. Çünki kiçik diaqonal tərəfdən köşdə 3 dəfə nə olur? Böyük olmuş olur. Sonra getdik. Bizə nə deyir? A təpəsindən zəif diaqonala qədər məsafəni tapın. O bizə düzgün. Ha, tamam. Biz onda 6 bucaqlını çəkək görək nə deyirlər? Tərəfimiz hazırdır, onu bilirik. Tərəfimiz hazırdır. Kiçik diaqonalımız hazırdır. A təpəsi bura olsun. A, B, C, D, Y, F. A təpəsindən CF diaqonalına. CF hansıdır? CF. CF diaqonalına qədər. Bax buna qədər məsafə. Ha, bunu istəyir də bizdən aşağılar. Bax bunu istəyir bizə. Tərəfi 12 deyil. 12'dir. Burada 12'dir. Qəşəng. Burada 12'dir. Bu da qəşəng. Burada hündürlüyü endirirəm. Burada 12'dir. Aha. Müəllim onda bura 6 deyirəm. Hardan bilsən? Axı bu böyük diaqonaldır. Böyük diaqonal tərəfin 2 qatı deyilmi? Bəli. Deməli tapdıq ki, nə? 12-12'dir. Bu da olur 6 köşdə 3'də. Hansı söhbətə görədir? 30-60 söhbətinə görədir. Elə bil kati tipi tonuzun yarısına bərabərsə, deməli bu 30 dərəcə 60 dərəcə söhbəti var burada və cavab olacaq 6 köşdə 3. 6 köşdə 3. Bizə nə bunu istəyirdi? Bitdi, getdi. Keçirik ikinci bölməmizə. Bunun sualları çoxdur məncə. Ha, çox deyilmiş ki elə. Ha, heç çox deyil. Bunlar balaca bölmələrdir ya. Düzbucaqlı kvadrat rom bu çox olmalıdır. Bu da çox deyil. Az oldu böyle suallar. Tamam, gedək. Gedək başlayaq yavaş-yavaş. Görə bizə nə? Əsas ən böyük paralelogramdır. Perimetri bərabərdir. Birinci soldan başlayalım. 2 vursun A plus B 18 verir. Uşaqlar bir tərəfinə bitki bucağı 3-cü sualda bir tərəfinə bitki bucaqların cəmi 180 verir. X bərabərdir 36-ya balaca x. C bucağını istəyirsə C bucağı ilə A bucağı nədir? Qarşı bucaqları bərabərdir 72 dərəcə. D variantı. Bir tərəfinə bitki bucaqların cəmi 5K üstə 7K'nın cəmi verəcək bizə 180. K bərabərdir 15. K15 ise 75 ve 105. Onun bucaqlarını tapın. Bucaqlar 75. Cevap C variantı olmuş olacaq. 7-ci sualda deməli bucaq 1 ilə bucaq 1-ə A deyirəm. Bucaq 2-yə də B deyir. Bax bucaq 1, bucaq 2-yə. Cəmi 180 dərəcədir. Də belə yazaq da. Də belə yazaq. 2-dən biri çıxaq da. Bucaq 2-yə A deyirəm. Bucaq 1-ə B deyirəm. Cəmi 180-dir. Fərqi 24'tür. Bitti, getdi. Tərəf-tərəfə toplayaq. 2A bərabərdir 204. A bərabərdir 102. Onda B'miz olacaq 78 dərəcə A var. Çünki bizdən B'ni soruşur. Biri soruşur.
Beraber yanlı üçbucağın yan tərəfi A-ya bərabərdir. Tamam, yan tərəfi A olsun. Bu üçbucağın oturacağı üzülmüş nöqtədən yan tərəfləri paralel iki xətt çəkilmişdir. Biri bu, bir də bu çəkilmişdir. Aha. İşte alınan program perimetri. Bir de bir yere bakın. Beraberin üçbucağın yan tərəfi A-ya bərabərdir. Tamam. Bu üçbucağın oturacağı üzülmüş nöqtədə yan tərəflərə paralel iki xətt çəkilmişdir. Alınan paralelogramın perimetrini tapın deyirəm. Tamam. Beraber yanlı olduğuna göre, basit dedim. Beraber yanlı olduğuna göre biz bunu nətər ifadə edə bilərik? Tamam, mən bura onda belə deyim də. Çünki bunlar beraber ola da bilər, olmaya da bilər, elə deyilmi? Gözlə, bunlar silək. Bura x yazsam, qarşı tərəflərdən bərabər olacaq. Bu da x-dir. Belə çıxır ki, yox, bura x isə, hə, amma yarısına bərabər olacaq. Yox, tərəfi A-dırsa, bu xətt bura. Bunun yarısı olacaq. A bölü 2, A bölü 2. Hamısı A bölü 2 olur axı. A bölü 2'nin də cəmi nə verəcək? 4 dənə A bölü 2'də, 4 dənə A bölü 2'nin cəmi nə verəcək? 4 dənə A bölünsün 2. Yani 2A'da. Gözləyir. Bunun başqa yolunu fikirləşim. Bir dəqiqə gözləyim. Mən başqa yolunu da fikirləşim. Deməli burada A olsa, bərabər yanlı verdiyinə görə bərabər yanlıda. Bir yan tərəflər bərabər olduğu üçün orta xətt söhbəti ağlıma gəlir. Çünki sadəcə onu tətbiq eləmək, bir dənə tətbiq eləyim, görüm mən düzmü deyəcəm. Həm də ki bu 100% bununla bu bərabərdir. Qarşı tərəflər bərabər olacaq. Parallelogram deyil axı. Bunlarla bu bərabər olacaq. Milyon faiz bərabər olacaq da bu heç. Bir dənə bir şey alma getirək. Deməli bu bucaqlar da bərabərdir. Elə bil bura x isə bizim bu bucağımız da x olacaq. Bu da düzdür. Yəni onu da demiş olduq. Eyni şəkildə çarpaz bucaqlar da mı bərabər olacaqmı görüm. Deməli x burada olsun. Y. Bura bizim y-imizdir. Kəsənlərə görə geçsək bizim buramızda. Onda y olacaq da biraz çıxır. Düzdür. Bu kəsəndir də. Hansı xəttləri kəsib? Bu xəttləri kəsib. Belə. Onda bizim buramızda x olacaq. Səbəb nədir? Çünki paralelliyə görə x-dirsə bizim buramızda x olacaq. Qəşəng. Onda düz gedirik. Onda düz gedəcəyik biz. Belə çıxır. Və. Onda bu y-i də silə. Gözlə. Bunlar hamısı silək. Daha rahat yolun ağlıma gəldi deyəcəm bu dəfə. Deməli bax. Buradan bir paralel çəkdik. Bura alfadırsa bərabər olursa burada alfadır. Onda burada alfadır. Onda burada alfadır. Niyə? Çünki şey olacaq. Bərabər yanlıdırsa və paraleli şərtinə görə harada iki bucaq var bir-birinə bərabər olmuş olacaq. Qutarı getdi. Və bizim məsələn buramız bütöv tərəfimiz A-dır. Bura bir B desək bizim buramız da B-dir. Onda belə çıxır ki, bizim buramız olacaq, buramız olacaq A çıx B, buramız olacaq A çıx B. Düzdür, düz deyil, düpbəz. Onda burada B olacaq da. Və biz toplayaq da, bu 4 dənəsini toplayaq. A minus B üzərinə A minus B üzərinə B üzərinə B 2A. Əslində bayaq da düz demişdim, amma sadəcə bu tərəfə ispat eləmiş olduq. Bu qəşəng oldu, isbatı qəşəng oldu. ABCD paralleloqramında, paralleloqram çəkirik. ABCD paralleloqramında. ABCD paralleloqramında B təpəsindən AD təpəsinə hündürlük çəkdik. Bu tərəfi yarıya bölür. Yarıya bölürsə biz qəşəng çəkək də. Fərziyə belə bir şey. Yarıya bölür deyil. Bu yarıya bölür. AB 5'dir. ABD bu bunu verir. Bunu. ABD de budur. ABD'nin perimetri 18'dir. Aha. Onda burada 5'dir. Müəllim niyə? ABD üçbucağında bu hündürlüydüsə, həm də yarıya bölüb, yəni median rolunu oynayıbsa, deməli bərabər yanlıymış da bu. Və burada olacaq 4'dür. Niyə müəllim? Cəmi 18 verməsi üçün əlbəttə ki 4 olmalıdır ki bu. Yəni 8 olmalıdır ki bura 18 versin. Düz demirəm. Elə AD-ni soruşur 8B variantı. Perimetri yolunuz paralleloqramın xarici oblastında olmaqla onun tərəfdə qırılmış romların. Bu asandır. Baba, bir dənə paralleloqram çəkirik. Sualı oxuduz. Rom deyirsə, rom nədir? Bütün tərəflər nədir bir-birinə? Bərabərdir.
Bax, belə bir şey. Deməli uşaqlar, bura A-dırsa, bura B-dir. Onda bütün tərəflər nədir? A-dır. Bura B-dir. Romi tərəflər bərabər olur axı. Burada A-dır. Burada B-dir. İndi bizə nəyi soruşur? Ona baxaq. Görə bizə nəyi soruşur? Romların perimetrləri cəmini istəyir. Romların perimetrləri cəmi. Yox. Müəllim, deməli 2 dənə bax 4A-dır, bu da 4A-dır. Bu 4B-dir, bu da 4B-dir. Düzdürmü perimetrləri? Bəli. Onda 8A plus 8B-yə bərabərdir. Yəni burada da 8-i çölə çıxartsaq A plus B olur. İndi gözləyin. Müəllim, onda bizim proqramın perimetrini, bunun perimetrini 18 ver, 14 vermişdi. Onda A plus B bir dənə A ilə bir dənə B-nin cəmi 7 verir, vermir? Verir. 8-də vururuq 7-yə 56. Qəşəng sualda bax. 15-ci sual. ABCD proqramında getdik. ABCD proqramında A və D bucaqlarının tən bölənləri daxil yerləşir. Fərz edək ki, burada yerləşir. Biz bilirik ki, tən bölənlər hansı bucaq altında kəsişəcəklər? 90 dərəcə bucağını kəsişirlər. AB'miz 12'dir. Tamam. AD'miz 20'dir. Bu da tamam. Tərəfləri verir bu bizə. Bu tən bölən qarşı tərəfi ilə kəsişmə nöqtələrini daxilində yerləşir. AB 12, AD 20 olarsa bu tən bölənlərin qarşı tərəfi ilə kəsmə nöqtələrində arasındakı məsafəni tapın. Kəsmə nöqtələrində nə deməkdir? Bu tən bölənlərin qarşı tərəfi ilə. Bəlkə bizdən bunu soruşur. Qarşı tərəf ilə kəsmə nöqtələri arasındakı məsafə. Məsələn bu M olsun, bu da N olsun. Bəlkə bunu soruşur. Bəli, bunu soruşurlar. M-in arasındakı məsafəni baba bu qırmızı rəng göstərir ki, tam başa düşəsiniz. Bax bunu istəyir bizdən. Ay uşaqlar, biz bu suala necə baxacağıq? Bax mən sizə deyirəm, necə baxacağıq buna. Deməli, bizim tən bölən, bax bura 12-sə burada 12-dir. Biz demişik tən böləndən bir tərəf yerləşən tərəflər nə olur bir-birinə? Bərabər olur. Müəllim, bizim buramız 12-dir. Onda ben bura x desem, bura 12 çıx x'dir. Eyni zamanda burada da elə, bura qarşıda bərabər olaraq 12 isə, burada 12 çıx x olmalıdır. Yəni buna toplayanda da 12 versin. Düz dedim? Bəli, düz dedim. Müəllim, bir də siz bir şey də nəzərə alın da. AD 20 isə, bizim buramızda 20 olur, olmur? Olur. 12 çıx x plus x üzərinə 12 çıx x bərabərdir 20'yə. Buradan x'lər getdilər. 24 çıx x bərabərdir 20'yə. X də bərabərdir 4'ə. Çox möhtəşəm sualdır. Bu yeni sualdır bunlar. Bunlar yeni suallardır. ABCD proqramında əvvəldə çəkək. Bax, bütün şəkilləri mən çəkirəm ki, rahat sizə də aydın olsun. ABCD. Bu AC'dir. Bu BD'dir. Və BC'miz içdə bir AC'yə. Tamam. Bura x'dir. Bura x'dir. Bizim buramızda x'dir. Daximi diaqonalda yarıya bölünür. AB'miz BD'yə. Oxşamıram neyini? Onda bura Y, burada Y, onda bizim buramız AB'miz 2Y bərabərdir. Burada 2Y'dir, burada X'dir. AB'nin BC'yə nisbətini istəyir. AB'nin BC'yə. BC yaradı. AB'nin BC'yə nisbətini istəyir bizdən. Qəşəng. Gedək görək biz bunu tapa bilərik. Biz belə başlayaq da. Biz belə başlayaq. Bura alfadırsa bizim buramızda alfadır bərabər yanlı olduğuna görə. Və. Onda bizim buramızda alfadır. Paralelliyə görə alfadır. Tamam, onu da bildik. Onda bizim buramızda alfadır. Onu da bildik. Hə, müəllim, göz-gözlə. Alfa, öz-özlə. Onda mən bura beta desəm, bizim buramızda beta olacaq. Buramız bərabər deyil mi? Beta olacaq. Qəşəng. Tamam, onu da bildik. Eyni zamanda qaldı bir tərəfki bucaqlarımız bizim bir dənə tapmaq. AB'nin, yəni 2y'in bizə nisbətini istəyir. BC'yə. X olan nisbətini istəyir. Biz o bucağı sayı bucaqlarını təhlil etməliyik. Tərəflərlə əlaqəsi düsturu ola bilərmi? Onsuz da. Onsuz da eyni şey verir. Tərəflə əlaqəsi eyni şey verəcəkdir. AB'nin BC'yə bərabər yanlı ilə getdik.
Alfa, alfa, beta. X, Y, 2Y. Beta, beta. X, Y, 2Y. Onlar bərabərdir. Bucaqlar bərabər olacaq bir-birinə. Bir bunu fikirləşim. Bəlkə elə dediyim kimi diaqonalların tərəf arasındakı əlaqə düsturunu dedim elə. Yəni D1'in kvadratı, D1 2x'dir. 2x'in kvadratı 4x kvadratı. D2'nin kvadratı, D2 də 2y'dir. 4y kvadratı bərabərdir. Nətər düstur? 2 vurulsun a kvadratı plus b kvadratı. Tamam mı? Buradan 4, bu 2x kvadratı verir. 4x kvadratı çıxılsın 2x kvadratı bərabərdir. 8y kvadratdan 4y kvadrat, 4y kvadratına. Ha, başsa belə alınır. 2x kvadratı bərabərdir 4y kvadratına. Hər tərəfdən kök alıram. Kökdə 2x bərabərdir 2y. Nəyə böldüm? Ya da hər tərəfini 2'ye bölək sonra. Niyə öz məzid verirəm ki? Hər tərəfini 2'ye bölək. X'in kvadratı bərabərdir 2y'in kvadratı. Kök alsam x bərabərdir kökdə 2y. Bizdən bunu istəmirdi. 2y bölünsün kökdə 2y. Yani y'lər getdi. 2'yi kökdə 2'ye böləndə kökdə 2 verir də. Yani kökdə 2, kökdə 2 cavab A variantı vermiş olacaq. Dördüncü cavab A variantı. Sadə sormuşam. Sadə çox uzatdıq. 19'da. Bura 60 verib. Bizim buramızın hündürlüyü verib. Müəllim onda burada 60'dır. Bura 30'dur. Bura 120'dir. Hamısı tapdırıb. Burada 90'dır deməli. Çünki cəmi 120 verməlidir. Qəşəng. AB'ni 12 verib. Bura 12'dir. B'yi haradı? Burada 3 verib. Sağ olsun. Paralogramın perimetrini istəyir bizdən. Tamam da. Deməli bura x olsa bizim buramız 2x'dir. 6'dır da qardaş 6. Bura. Bizim buramız x. 30 dərəcə bucaq qarşısında kat edib hipotenuzun nəyinə bərabərdir? Yarısına. Bura 2x'dir. 2x nəyə bərabərdir? 12'yə. Çünki kaç tərəfə bərabər? X'imiz olur 6. 6 ise bura. Yan tərəfimiz 9 olur, olmur? Olur. 9, 12, 21, 42 olmuş olacaq. 42. Burada bunlar qəşəng suallardır. Əsl parallelogram suallardır. Yəni bu parallelogram. Bir dənə belə çəkib. Bir dənə belə çəkib. Bizə bu bucaqla NAC ilə NCA. Yox, üzr istəyirəm. C buradadır. Bu da D'dir, bu da B'dir. Bu alfadırsa bizim onda buramızda alfadır. Çarpıcılar beraber olur birbirine. Bəli. Tapdıq. Ondan sonra deməli tənböləndir. Deməli bizim diaqonalımız neymiş? Tənbölən imiş. Qəşəng. Deməli diaqonalımız tənböləndir. AB'nin perimetrini müəllim bura x'dirsə tamam mı? Burada y olsun. Bir dəqiqə. Onda bura x çıx y'dir. Boy. Deyəcəksiniz niyə? Deyəcəksiniz niyə? Uşaqlar, baxın bir söz deyim sizə. AC'miz tənbölən olduğuna görə özündən bir təckin tərəflər nə olur bir-birinə? Bərabər olur. Niyə x minus y yazdım? Y ilə toplayanda mənfi y ilə müsbət y getsin, x qalsın deyə. Sonra burada x'dir. Burada. Onda hamısı burada şeymişdi onda. Romiymişdi onda. Bizdə nə istəyir? ABC'nin perimetri istəyir 4x. Və biz nə edirik? ABC'de paralogramın perimetri. AB'nin perimetrini verip 10. Tamam, görüp 10 tapacağız biz. 10 tapacağız. AB'nin perimetrini x, y, burası z olsun onda. Z olsun ne olmağına. O bucağı bize niye? Bu da beraber yanlıdır. Bir dakika. Niye z olsun ki? Alfa beraber yanlı değil. O da burada x minus y'dir kardeş. X, y ve x minus y'nin cəmi. Deməli 2x bərabərdir 14'e x tapdıq 7. Qəşəng sualda. Yeni tip sual oxşur. Burada 2 perimetr 4x'e bərabər deyil. Hamısı x'də, bütün tərəfləri x'dir də. 4x 28. Perimetr olacaq 28.
ABCD paralogramında AC diagonal uzunluğu ABCD paralogramında AC'nin uzunluğu 10'dur. AD tərəfi ilə 30 dərəcə uzağa gətirir. B təpəsindən AD-yə qədər məsafəni. B təpəsindən AD-yə qədər məsafəni istəyir. Tamam. Gedək mi gedək? Onda bizim buramızda 30'dur. Görək nə tapa bilərdə. Bizim AD diagonal uzunluğu 10 olub. AD tərəfi ilə 30 dərəcə uzağa gətirir. B təpəsindən AD-yə qədər olan məsafəni. B təpəsindən AD-yə qədər olan məsafəni. Ay müəllim, deyə biz buradan belə bir şey eləyək. Onda bizim buramız 60 olur, olmur. Olur da. Və bizim buramızda 90 olmalıdır da. Əlbəttə, yox 90 olmaz. 90 olsa 150 olur. Gözünüzdə. Normal paralogramlarda nə edirik? Buradan hündürlüyü çəkəndə 90. Bura 30 deyil. Gözünüzdə biz yuxarı 60 deyə bilmərik. Bura 60'dır. Bizim buramız 60'dır. Bizim buramız 60'dırsa, bizim buramız da 60'dır. Bəli, buramızda olur 90 dərəcə. İndi gözlə. Oramız olur 90 dərəcə. Bax bura. 60 deyil söhbətinə görədir. İndi biz gedək nə edə bilərik? Tapacağıq. Heç problem yoxdur. Tapacağıq onu. Bizdən hündürlüyü istəyir. Bir dənə şəkil qəşəng çəkəcəm, xoşuma gəlmədi. Ondan sonra başlayacağıq həll eləməyə. Heç narahatsızlıq yoxdur. A, B, C, D. AC diagonalını bizə verib, bizdən istəyir, bax bunu. Bu 90'dır. Bu 30'dur. Bu da 60'dır. Burada 60'dır. Bizim məcburən çarpacaq görə bura 30'dur. Onda bura 90 dərəcə qalır. Deməli, bura x-dirsə, bizim buramız 2x-dir. Düzdürmü? Düzdür. Əla. Və bizim, gözlə bir dəqiqə, bizim buramız 10-2x olur, axı diagonalı 10 vermişdi. Bəli. Onda bura olur 5-2x. Niyə müəllim? Çünki, tapdı 5. 5. Qəşəng onda sualın cavabı. Çünki 30'un qabağındakı hipotenuzun nəyinə bərabərdir? Yarısına. X ilə də 5-x toplayanda x-də deyib, cavabı 5 alırıq mı? Bəli, alırıq. Sonra getdik. Bu neçənin sualdır? Getdik 25'ə. A, B, C, D, tap bir dənə N. Bu da belə. ABC paralogramının B təpəsindən AD və CD-yə hündürlük BN, AM rüşvət çəkilmişdir. Boş məlumat veriblər. BAD 30 dərəcə, BAD 30 dərəcə, bura 30-da, bura 90 olduğu üçün bura 60 olacaq. Burada 30 olacaq. Məcburen qarşı tərəflər bərabərdir, burada 60 olacaq. Qəşəng. MB'nin dərəcəsi MBN, burada olacaq. Burada olacaq 30. Niyə müəllim? Çünki bura 30-sa, bura 150 olmalı deyilmi bütöv? 60-60'ları tapdıq, yerdə ortada 30 qalır da. Sol niyə veriblər bilmirəm. 27'yə baxırıq. AC diagonalını verib, biz əvvəl şəkilləri çəkək. BD diagonalını verib, BN verib. Qəşəng sola oxşuyur. Deməli, BAO, burada O'dur. Nəsə burada N verib də indi bizə. C'nin ND'yə bərabərdir. Bərabər yanlıdır. 100% bərabər yanlıdır. Aha, C'nin ND'yə bərabərdir. AC və BD diagonallar MC6. MC6'dır. Tamam. AC'ni tapın deyə bizə bir sual verib. 100% OC'ni tapıb 2'yə vuracaq. İndi gözləyir. Bəs amma ispat edək. C'nin ND'yə bərabərdirsə, bu bərabər yanlıdır. Düzdürmü? Düzdür. Bərabər yanlıdır. C'nin ND'yə bərabərdir. Yarıya bölünür. Belə yazaq da, bura x isə, burada x-dir, onda bura 2x-dir. Çünki bərabər yanlı olanda belə ola bilər də, bu eləyə bilər, deyə bilərikmi biz? Sadəcə median olduğunu deyə bilərik də biz orada, mediandır. Yəni B mediandır. Gözlə. Heç onu heç yoxdur, demək heç yoxdur.
B mediandır. B mediandırsa deməli medianlar bir nöqtə kəsişdiyi üçün C o da mediandır. Bura 6-dırsa burada 3 olacaq aşağılar. Çıxdığı təpədən başlayaraq 2 bölünsün bir nisbətində bölünür. 9 yarıya bölünürsə bu da 9 18 olmuş olacaq. İnşallah başa düşdünüz dediyimi. ABCD paralelogramında A, B, C, D, K bu da belə. ABK ilə ABK'nı tapaq. Bura alfa. KBD bu burada alfadır. Onda bu həm bərabər yanlıdır. Niyə müəllim? Həm hündürü həm tənbələndə ona görə. Demək bura x isə burada x'dir. Bura y isə burada y'dir. Onda bura 2y'dir. Qəşəng. Həm də ki. Yox elə belə. Bu da x'dir. Üç nöqtə tapdıq da. ABD'ni 42 verib, bilə. Bir də AB'ni verib bizə 6 dənə AK'ya. 6 tane AK bura. Ha, onda bizə y-lə etiz yoxdur da. Bu qədər həncamə etiz yoxdur. Bir bu silinsin. Bir də bunlar silinsinlər. Onda 6 dənə AK'ya. Onda bura x yazsa, bura 6x'dir. Bu da 6x'dir. Bu da 6x'dir. Düzəldi. Onda burada x'dir. Dördüncü tapdıq da. ABD'ni də özü yazmışdı 6K'nı baba. AK'ya x desəm AB bunun 6 qatıdır da. Və bizə nə deyir? ABD'nin perimetri. ABD 6x. ABD'nin perimetrini 42 verib. 12x, 14x bərabərdir 42'ye. X də bərabərdir 3'e. X'imiz düşdü. Bizdən BC'ni istəyir. Bura neçə x'dir? 2x. 2x də 6. Misal ümumiyyətlə şəkil bərbaddır. Yəni şəkil tamamilə bərbaddır. Az görsənə, çox görsənə, uzun görsənə daha uzun çıxdı. Nəysə. Bu belə. 31-ci suala baxaq. Sualan sayı. 31-ci suala baxaq. ABCD paralelogramında A, B, C, D paralelogramının A və D bucaqlarının tənbələnləri BC tərəf üzərində kəsişirlər. Bəh. Düz fay 90 dərəcədir. Çünki tənbələnlər 90 dərəcə bucaqla kəsişir. Alfa, beta. Aha. Sonra getdi. Kəsişir və AMD üçbucağının M təpəsində çəkən medianı, AMD üçbucağının N təpəsində çəkən medianı, düzvalı üçbucaqdır, medianı çəkmişik. Medianı altdan bir olarsa, bura altdan bir isə bura 13'dür aşağılar. Müəllim oradan bildin. Çünki düzvalı üçbucaqda median hipotenuzun nəyinə bərabərdir? Yarısına bərabərdir. Paralelogramın perimetrini tapaq da. Deməli bizim. Bura x isə burada x'dir. Bura y isə bizim buramızda y'dir. Niyə müəllim? Tənbələn deyək. Tənbələn özünə mütəfəssirliklərlə bərabər bölürlər. Buna razılaşdıq. Ay müəllim, x ilə y-in cəmi ilə neçəyə bərabərdir? 13'e. X ilə y-in cəmi 13'e bərabərdir. Bunu bildik. Və indi perimetri istəmir. Deməli 1x, 2x. 1y, 2y. Perimetri bir də üstəyə 13 də var. 2x üstə 2y üstə 13 perimetridir. 2x plus y üstə 13. X plus y 13 qoyuram. 2'ni 13'e vururam. 26 üstə 13 39 eləmiş olacaq. 33-cü sual. Bu qəşəng suallardır və məncə də tam başa düşəcək istədiyən mən deyən sonra. A, B, C, D belə. Bu belə. Y'di, F'di. Neyse. ABCD paralelogramında ADC bucağının D'ye tənböləni ADC bucağının D'ye tənböləni. D'ye tənböləndir. Ona bura bərabərdir. Aha. D'ye tənböləni Y parçasına perpendikulyardır. Qəşəng. AF 6'dır. Tamam. BF də 4'dür. 4. Bu da tamam. Bura 10'dur. Burada 10'dur. O həmin dəqiqə. 6, 4 onu eləmir. Kaçta bərabərdir? Burada 10'dur. Burada x olsun. Paralelogramın perimetri tapın. Tapaq da. Görək biz nətər tapa bilərik biz bunu. Məncə tapa bilərik. BF paralelogramın perimetri istəyir. Burada elə bil 10 plus x'dir də. Belədir. Biz nə tapmalıyıq? Biz x tapmalıyıq da. Biz x'i tapmalıyıq. Biz x'i tapmaq üçün nəyə baxmalıyıq? Bir dəqiqə. ABCD paralelogramında ADC bucağının D'ye tənböləni çəkdik.
Təməlləncə bura alfadırsa, bizim buramızda alfadır. Razıyıq mı? Razıyıq. Onda bizim buramızda alfadır. Onu ispat eləmiş olduq. Bura betadır, bizim buramızda betadır. Bunu da bilmiş olduq. 400'də 90 dərəcəni boş yerə və əlbəttə ki verməzlər yəqin ki. Mən buradan bir dənə xətt çəksəm bura. Bura bir dənə xətt çəksəm. Və x yazsam. Bura bir dənə x yazsam. A yazsam. Hipotenuzda. Belə bir şey də ağlıma gəldi mənim. Nə edə bilərik biz burada? Deməli. Fikrimiz nədən ibarətdir? Gəl belə başlayaq da. Alfadır. Bu betaları sileyim. Betaları sileyim. Qəşəng bir şey ağlıma gəldi. Alfadır. 90'dır. Bura bir beta yazırım. Tamam mı? Və bizim buramızda 2 alfadır. Qəşəng. Və. Nəyə başlayırıq? Elə bil qonşu bura 2 alfadırsa 2 alfadır. Bura 100% 2 alfadır. Burada 100% beta, özümüzden beta yazaq. Tamam mı? Mən sadəcə bərabər 100 x'in 4 olduğunu bərabər ispat etmək istəyirəm sizə. Betadır, alfadır və bizə ispat etməyə nə lazımdır ona baxaq. 2 alfadır. Onu mən burada 2 beta yazdım, hələ görüm nə alacağım. Burada 2 beta, burada 2 beta yazdım. 2 beta yazdım, 2 alfa yazdım. 2 beta ilə, tapdın deyirsən. 2 alfa ilə 2 betanın cəmi axı bir tərəfə bir şey olanda müstəhisən olmalıdır. Onda alfa ilə betanın cəmi 90 dərəcədir. Hətta onu son bilirdik. Alfa ilə betanın cəmi 90 dərəcədir. Və sonunda 2 alfa ilə 2 betanın cəmi nə qədər olacaq? 180 olmaz mı? Baba, 180 olmaz mı? Bu 2 alfa var. Burada da bir dənə beta var. Qəşəng. Mən burada bir dənə də beta yazsam 2 beta və 2 alfa olub cəmi 180 olacaq mı? Olacaq. X bölü 4. Baba, əsl şey budur. İspat budur. 4. Nəsə də 14 bura oldu. 10 da bura oldu. 24, 48. Bitti. Gəldi. Sorumuz azaldı. Perimetri 90 cm olan ABCD paralelogramında ABCD paralelogramında BAD bucağının təmböləni BAD yəni A bucağıdır. BAD'nin təmböləni BC tərəfini B nöqtəsindən başlayaraq 2K 5K nisbətində bölür. Onda müəllim burada 2K, burada 7K, burada 2K. Heç nə eləməmiş eləyirəm. B nöqtəsindən başlayaraq deyir ha. Bölüm ikisi tərəfini istəyir. Deməli. Perimetri tapıram qardaş. K'ları toplayıram hamısını. 14, 18 K bərabərdir 90'a, K bərabərdir 5'ə. K5 isə ikisi tərəfi 2K'mız 10 olacaq, olmayacaq? Olacaq. 37'ye baxacaq. 37 nə deyir bizə? Perimetri 34 cm olan yox da, belə çəkməkdə. Deməli, bunun üstündə quraqdır. Deməli, bu şəkli belə çəkib belə, bir dənə də belə. Nəsə oxşamasıdır. Bir dənə də balaca çəkib. Aha. A, B, C, Y, F, M, D. Perimetrlər cəmi usulü olan ABCD və CF proqramı AC və CF diagonalları bir çıx üzərindədir. AF 13'tür. AF'in cəmi 13'tür. Tamam. ABC və CF perimetrlər cəmidir. ABC ilə CF, emin. Biz bilirik ki, deməli baba, paralelogramlar deyil. Bura x isə bizim buramız x'dir. Bura y isə bizim buramız y'dir. Və buramız a'dırsa buramız da a'dır. Buramız b'dirsə buramız b'dir. Qəşəng. Buramız c'dirsə buramız da 13 çıx c'dir. Çünki cəmi 13 veribdir. Müəllim, gəl hamısının perimetri usulü olan ABC deyil. Hamısının perimetri tapaq, bir dənə tapacaq, yazacaq.
Tamam da. Deməli, neçə x'imiz var? 2x'imiz var, 2y'imiz var, 2a'mız var, 2b'miz var. Hamısının cəmi 34'e bərabərdirsə. X plus y plus a plus b'nin də cəmi 17'dir. Tamam mı? Bizə nə də bu lazım deyil. Deməli, x, y, a, b'nin cəmi 17'dir. Bizə qalıb bir dənə a 13'dür. Bu da 13'dür deyil. Heç bu c 13 mi? Bax bunun tərəflərinin cəmi 13'dür. X, Y, A, B'nin də cəmi 17'dir. 30. P'miz 30. Çox qəşəng sual. 38 axırıncına baxaq gedək. Bu da qəşəng sual. Çünki ən çox istifadə etdiyim sual tiplərindən biridir bu mənim. A, B, C, inşallah o dediyim sorular. N, bu da M. Bu N, bu da M. A-N və D-yə uyğun olaraq A və D-nin tənbölənləridir. Tənbölənləridir. Alfa, alfa, beta, beta. B'nin NC'ye 3'ün 2'ye. M'in 3'tü. Tamam. B'nin 3K'dı. Onda bu olacak. 3K çıx 3. B'nimiz 3K'ydı axı. 3K çıx 3. NC'miz olacak. 2K çıx 3. Toplamda 2K verir, vermir? Verir. Müəllim, onda bizim buramız 3K'dır. Deyirəm, niyə? Toplamda bura 3K vermir. Onda burada 3K'dır da. Qəşəng. Məcburen bizim buramızda 3K olmuş olacaq mı? NCB'nin üzr istəyirəm. Çox üzr istəyirəm. Bura səhv yazdıq. Bura N olacaq, bura N olacaq, bura C olacaq, bura 2K'dır. Bura dəymirik. Bura dəymirik. Və bu 3K'dır, burada 3K'dır. Çünki qarşılıqla bərabərdir. Proqram perimetrini istəyir bizdən. Deməli, burada oldu nə qədər uşaqlar? Burada oldu 5. Deməli, 3K çıx 3, 5K. Burada oldu ümumilikdə 5K. Biz sadəcə M'ni 3 verib bizə. Müəllim, bir şeydə diqqətli ol. Deyirəm, nədə? Bax, bizim buramız var, ha. Baba, buramız. Buramız 3K'dır burada. Bərabərdir axı təmbilən olduğuna görə. Amma burada 2K və 3'dür. Deməli, 2K plus 3 ilə 3K nədir bir-birinə? Bərabər. Onda K'mız olur 3. K 3'dürsə, uşaqlar. Buramız olur 9. Buramız olur 15. 9, 15. Bu da olacaq. Deməli, 30. O da 18, 48. İlk 2 bölmə izahı belə. Sağ olun.